Bismillahirrahmanirrahim. Allah dərgahında hər bir əməlin meyyarı, ölçüsü vardır. Mütəal Allah Rəd surəsinin 8-ci ayəsində buyurur. Bismillahirrahmanirrahim. Və kullə şeyin indəhu bimiqdar. Allah dərgahında hər bir əməlin meyyarı və ölçüsü vardır. Mübarək Ramazan ayının günlərini yaşayırıq. Bəs görəsən sual yaranır. Tutduğum orucun qəbul olub olmadığını necə bilərəm? İlahi, oruç tutmuşam, vacibivi yerinə yetirmişəm. Bəs mən zəlil bəndə hardan bilim tutduğum oruc qəbuldur yoxsa yox? Mübarək Bəqərə surəsinin 183-cü ayəsində Allah buyurur. Ey iman gətirənlər! Oruc sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi sizə də vacib edildi. Bəlkə təqvalı olanasınız. Əzizim, bəs təqva nədir? Təqva sözünün mənası çəkinmək, qorunmaq deməkdir, pəhriz etmək deməkdir. Demək, bizi Allahın haramlarından çəkindirməli, halallarına doğru yaxınlaşdırmalıdır. Bəli, tutduğumuz oruc əgər bizi Allahın haramlarından çəkindirirsə, Allahın halallarına yaxınlaşdırırsa, demək orucumuz qəbuldur. Əks halda, tutduğumuz oruc bizi, dilimizi yalandan, qeybətdən, boğazımızı haramdan, əxlaqi pis işlərdən çəkindirmirsə, demək orucdan bizə ac qalmaq qalır. Əssalamu aleykum və rəhmətullah və bərəkatuhu.